Çilikdən hansı ağacların çoxaldılmasını bilirsən? O barədə danışmaq istəyirəm. Əgər maraqlıdırsa kanalı çevirmə, bir balaca yaxın otur, başlayaq. Salam bağbanlar və bağ həvəskarları hər birinizi salamlayıram. Bu videoda sizə çinikdən artırıla biləcək olan meyvə ağacları, əsasən meyvə ağacları və bir-iki dənə də barsız ağaclar barədə danışmaq istəyirəm. Başlayaq. Çilikdən artırılması mümkün olan ağaclar. Bunlardan birincisi, çoxunuz da bunu bilirsiniz, bu nar ağacıdır. Narın sortundan asılı olmayaraq istənilən narı bir barmaq qalınlığında, çeçələ barmaq qalınlığında budaqlarını kəsib, əgər torpağa əksəz, onu artıra bilərsiniz. Növbəti ağac tut ağacıdır. Tut fərqi yoxdur, istər ağ olsun, istər qara olsun, istər xar tut olsun. Xar tut bu arada vurğulayım ki, çox bahalıdır. Ağacın özü çox bahalıdır. Elə meyvəsi də bahalıdır. 20-25 santim və belə bu boyda olan köklü xar tut ağacını satırlar 30-40 manata. Ona görə əgər imkanınız varsa, əgər həvəsiniz varsa, ətrafınızda, burada bu Pirşağa tərəfdə köhnə həyətlərdə xartut ağacları var. Onun budaqlarından çinik eləyib kökləndirə bilərsiniz. Tutur. Növbəti ağac. Növbəti ağac sitrus bitkilərindən olan limon olsun. Limon. Limon çinikdən artırıla bilir. Sadəcə olaraq bir əmması var. Limon istini və rütubəti sevir. Əgər limon çilinginə onu təmin eləyə biləcəksinizsə, buyurun çinikdən xoşunuza gələn limonu artıra bilərsiniz. Növbəti sitrus bitkisi çox yerdə tanınmayan, amma bizim üçün adi bir bitki olan feyxua. Çinikdən onu da artırmaq olur. Artıra bilərsiniz. Hətta mənim ailəlikcə dostluq etdiyim və Göradildə yaşayan Rəfail müəllim onun həyətində Göradildə feyxua ağacını yetişdirir, yəni Abşeronda da bitir. Hətta televiziya kanallarından, səhv etmirəmsə, İctimai TV gəlib Abşeronda feyxua yetişdirən şəxs kimi Rəfail müəllimi çəkib paylaşmışdı. Əgər izləyirsə, Rəfail müəllimə salam deyirəm. Keçək növbəti. Növbəti vişnə. Bəli, vişnə də çinikdən artırıla bilən ağaclar siyahısındadır. Növbəti ağacımız zeytun ağacıdır. Zeytun da öz sortunu saxlamaq şərti ilə çinikdən artırıla bilən ağaclardan biridir. Artıra bilərsiniz zeytunu da. Növbəti, davam eləyək, üzüm. Üzümü hamı bilir. Üzümü çiniklə artırılmasının qaydasını çox adam bilir. İstədiyiniz üzümü çiniklə artıra bilərsiniz. Sonra hansı ağacı deyim? Elə ağacda deməyim, barsız ağaclardan bir ikisinin adını çəkeyim. Bu söyüd ağacıdır. Söyüd ağacını çubuğu batırırsınız torpağa, sulu yerdirsə başlayacaq bitməyə. Sonra iynə yarpaqlılar, onları düzdür, kökləndirmək çox çətindir, amma iynə yarpaqlını da çinikdən artırmaq, yəni iynə yarpaqlı deyəndə bildiyiniz bu yolkalar, bunları çinikdən artırmaq olur, artıra bilərsiniz. Kollardan elde bu bölümdə olan rozmarin, bunu da çinikdən artırmaq olur. Növbəti ağacı davam eləyək. Növbəti kol qızıl gül. Bunları da çinikdən davam artıra bilərsiniz. İndi keçək əsas qaydalarına. Şərti nədir? Şərti, deməli 20-25 santim boyunda bir çilingi, mümkün qədər biraz barmaq qalınlığında çilingi bastırırsınız torpağa. Torpaq bütün günü günəş tutan yer olmalı deyil.
Günün birinci yarısı və yaxud da günün ikinci yarısı günəş tutan yer olsa daha yaxşı olar. Sonra torpaq qəti şəkildə tam qurumalı deyil və bütün günü suyun içində də qalmalı deyil. Torpaq nəm qalmalıdır. Əgər bunları eləsəz, istədiyiniz və yaxud da bu sadaladığım ağacları çinikdən artıra bilərsiniz. Çox uzatmayacağım videonu. Bəyəndinizsə, sizə faydalı oldusa, burada aşağıda bəyən düyməsi var. Elə orada abunə ol düyməsi də var. Abunə olmamısınızsa tıklayın. Çünki silsilə videolarımın ardı var. Növbəti videom böyük ehtimal tumdan artırıla bilən və sortunu saxlayan ağaclar barədə sizə məlumat verəcəm. Maraqlıdırsa izləmədə qalın və şərhlərinizi, ola bilsin mənim nə isə yadımdan çıxdı, ola bilər, yadımdan çıxar, siz şərhlərdə bunu qeyd eləyə bilərsiniz. Bu qədər dostlar, izlədiyiniz üçün təşəkkür edirəm.